yəni gedib cinsi orqana tutulmur. Oral cinsi əlaqə zamanı isə məhz boğaza yerləşə bilər və boğazın arxa divarının iltihabına, faringitə səbəb ola bilər. Yəni gördüyünüz kimi çox şaxəli infeksiyalara səbəb olur və müalicə olunmazsa əgər, daha sonra qalıq bu dediyim orqanlarda iltihabın dərinləşməsinə gətirib çıxara bilər, orqanın sıradan çıxmasına və həmçinin cinsi orqanların da fəaliyyətinin pozulub, sonsuzluğu yaranmasına gətirib çıxara bilər. Həm kişilərdə, həm də qadınlarda. Bu təkcə cinsi yolla keçmir, həmçinin hovuzda da olanda keçir. Yəni əgər çox istifadə olunan hovuzdursa və lazımi miqdarda bu hovuz təmizlənmirsə və qadınlarda da nəzərə alsaq ki, sidik kanalı çox qısadır kişilərə münasibətdə və bu zaman qadınlar bu infeksiyaya hovuzlardan da yoluxa bilirlər. Məhz buna görə də çox diqqətli olmaq lazımdır. Müalicəsi var. Təbii ki, müalicəsi var. Xəstəlik ağırlaşmır.